Salam mənim dəyərli xalqım, dəyərli millətim, gözəl izləyicilərim, dostlarım. Bu videomda sizə çox gözəl bir texnika izah eləyəcəm. Çox rahat, təsirli və demək olar ki, %100 effektini görəcəyiniz bir texnika. Bu texnikaya keçməmişdən öncə istəyirəm bir dəqiqəlik fikirlərinizi bir məsələnin üzərində fokuslayasınız. Və bu haqda düşünəsiz, fikirlərinizi şərh bölməsində yazasınız. Bu məni çox düşündürür, ümidvaram ki, sizi də düşündürəcək. Cənab Prezident çıxışlarında dəfələrlə rəsmi tribunalardan bizim ölkəmizdə 30 min erməni yaşadığı haqqında dediyinə şahid olmuşuq ki, ölkəmizdə 30 mindən çox erməni yaşayır. Məni maraqlandıran məsələ budur. Bu, təbii ki, Cənab Prezident ağzından çıxan hər kəlmə bir tarixdir, yəni buna şübhə ola bilməz. Yaxşı, bəs maraqlıdır. Biz indi burada elə videolarım var ki, 150-200 minə qədər baxış sayı yığır və bu qədər insan var ətrafımda, çevrəmdə. Hamısı mənə əziz, doğma və hərəsi Azərbaycanın bir bölgəsindən, kəndindən, qəsəbəsindən, şəhərlərindən. Bilmək istədiyim odur ki, neçə erməni tanıyırsınız? Adı, soyadı, atasının adı erməni olan neçə erməni tanıyırsınız? Yəni, kim neçəsini tanıyır? Yəni, şəxsən mən Sumqayıt şəhərində yaşayıram, əslim İsmayılı rayonundandır. Nə İsmayılda, nə də Sumqayıtda erməni ad familiyası daşıyan bir Azərbaycan vətəndaşı tanımıram. Bəs siz neçəsini tanıyırsınız? Və bu haqda düşünməyinizi və fikirlərinizi şərh bölməsində yazmağınızı istəyirəm. Və əgər bu tanımırıqsa, bəs yaxşı, Cənab Prezidentin ifadə elədiyi bu cümlənin arxasında gizlənmiş həqiqətlər nədən ibarətdir? Belə, fikirlərinizi şərh bölməsində gözləyirəm. Belə, texnika nədən ibarət? Deməli, beyni aldatmaq üçün 6 deyirsən, 6 həqiqət deyirsən. Məsələn, mənim adım Vüqardır, 4 oğlum var, Sumqayıt şəhərində 4 otaqlı evim var. Sadaladın və 6 dənəsini həqiqəti deyirsən və ardınca 7-cini yalan deyirsən. Məsələn, mənim ağ rəngdə Qalinvagenim var. Qalinvagen deyir, ha, Sarento'dur, dizel, Koreya, neysə. 7-cini yalan deyirsən. Amma onu elə şəkildə o 6 həqiqəti də ardınca deyirsən ki, beyin ona inanır. Bunu gün ərzində bir neçə dəfə belə təkrarladın, bu artıq şuuraltıda yeni bir kod olaraq şuuraltı onu kodluyur. Və gec-tez səni o arzuya çatdıracaq. 6 həqiqət, bir yalan. Mütləq. Çox effektli bir şeydir. Bu üsulla biz həm şuuraltını yenidən kodluyuruq, həm də beyni aldatmış oluruq. Və beyin ona inandığı bir şey isə mütləq həqiqət olacaq. Var olun, uğurlar.